Sərxan bəy, həm valideyn olaraq, həm ən çox kitab oxuyan və oxudan şəxslərdən biri olaraq kitab blogeri kimi sizə üst tutacaq. Amma cənab nazir şeir məsələsinə fokuslananda və söhbət təbii ki, şagirdlərdən, az yaşlılardan, ibtidai sinifdən gedir ki, biz onları hələ əmək bazarına hazırlayırıqmı, yoxsa sabah həyatda özünü sübut edəcək cizgilər aşılamalıyıq xarakterində. Bunlar tamam başqa bir mövzudur. Şeir məsələsinə gəlincə, məsələ bir qədər sərt olur. Münasibət bir qədər kəskin olur və daha çox müzakirə olunur. Siz necə düşünürsünüz? Baxın, o şeir əzbərləmək uşaqlarımıza nə qatır? Və yaxud əzbərləməsək nə baş verər? Belə deyim, mən bu verilişə hazırlaşanda həmin verilişi, o cənab nazirin deyək, jurnalistlərlə görüşünü tam izlədim. 2 saat 39 dəqiqəlik bir verilişdir. Bizdə ümumiyyətlə cəmiyyətdən böyük problem odur ki, bizdə kontekstdən çıxarılan fikirlər tam səhv anlaşılır. Çünki biz mövzuya biz vaxt ayırmaq istəmirik də bir mövzunu araşdıranda. Böyük ehtimal ki, o balaca bir hissəni ya TikTokda mağazada paylaşırlar, insanlar da onu səhv başa düşür. Orada dəfələrlə vurğulanır ki, mən diqqətlə qulaq asdım. Bizim məqsədimiz o deyil ki, ümumiyyətlə şeir əzbərlənməsin, şeir əzbərləməyə biz düşmənlik falan belə deyilmir. TikTokda bununla bağlı Sərxan bəy, biz heç bir araşdırma aparmamışıq deyə bunu əminliklə deyə bilmərəm, amma cənab nazirin bu fikrini çox ciddi saytlar, çox ciddi saytlar bu barədə yazmışdı ki, nazir bildirdi ki, şeir əzbərləmə əmək bazarına hazırlamır. Sinifdə müəllimlər uşaqlara başqa bacarıqlarda aşılamalıdır ki, bizim müəllimlər hələ də ənənəvi təhsilə üstünlük verir deyə bildirdi. Elə vurğuladı və ayrıca qeyd elədi ki, biz ümumiyyətlə şeiri dərsliklərdən çıxaraq demirik. Sadəcə bununla yanaşı əlavə nələrsə edək. Bizdə ümumiyyətlə problem nədir? Bizdə valideynlərdə, xüsusən də ibtidai sinifdə valideynlərdə bir yarış havası olur. Və valideynlər mənim uşağım sənin uşağından daha uzun şeir deyə bilər, yarışına girirlər. Hətta bu şeir sevgisi bizdə məktəbdən əvvəl başlayır. Yəni evə qonaq gələndə uşaq çıxır ortaya, başlayır şeir deməyə. Kim uşaq uzun şeirdirsə, elə bilir ki, uşaq daha belə güclü uşaqdırmı? Amma məsələn, digər işlərdə və ya saymaq, dil bilmək. Baxırsan ki, uşaqlar rusca, ingiliscə ona qədər sayır. Amma ondan sonra saya bilmir. Niyə? Çünki valideyn də ondan sonra saya bilmir. Yəni bizdə problem ondan ibarətdir ki, biz uşaqları düzgün qiymətləndirə bilmirik. Şeir əzbərləməyi və yaxud da ki, ona qədər saymağı qeyri-adi bir bacarıq kimi başa düşürük. Bəlkə bizi düzgün qiymətləndirməyiblər, ona görə biz də mən ona görə övladımızı düşünürəm ki, biz məktəbdən əvvəlki dönəmə də diqqət ayırmalıyıq. Bu baxımdan, indi növbəti məqamlarda mən söz alıb yenə də danışmaq istəyirəm. İlk 3 yaş dönəmində, ilk dövrdə valideynlər üzərinə böyük bir məsuliyyət düşür. Bu dönəm çox önəmlidir. Çünki ilk 3-4 yaşda insan beyninin, insan təfəkkürünün 80-85% formalaşır. Biz bu dönəmi boş buraxırıq. 6 yaşa çatanda və 6 yaşdan 10 yaşa qədər ibtidai sinifdə valideynlər belə güclü yarışlar olur. Sonra 4-dən sonra valideynlərdə o həvəs ölür. Bir də o həvəs yaranır 10-da, 11-də uşaq universitetə girəndə mənim uşağım çox bal yığsın. Və yəni belə bir düşüncə ilə yanaşanda uşağa əlbəttə ki, əzbərçinin üzərində duracaq. Əzbərləməyin mənfi tərəfləri varmı? Məncə faydalı tərəfləri var. Amma o əzbərçilik gərək məcburi şəkildə olmasın. Yəni, uşaq o şeiri sevərək, məğzini, mənasını anlayaraq əzbərləsin o şeiri. Mənim söz ehtiyatıma faydalı olacaq, mən özümü yaxşı ifadə edə biləcəm, bunları düşünərək əzbərləsin. Amma o sırf mən məktəbdən, müəllimdən 5 alım və yaxud da ki, valideynim, digər valideynin yanında utanmasın deyə əzbərləməməlidir o şeiri. Məsələnin mahiyyəti bundan ibarətdir. Əgər vaxtımız varsa, mən qısa bir buradan hissə oxumaq istəyərdim icazənizlə. Deməli, mənim çox sevdiyim və düşünürəm ki, əgər biz izləyən təhsil işçiləri varsa, hər bir təhsil işçisinin, xüsusən müəllimlərin oxumalı olduğu bir kitab var, valideynlər də oxuya bilər. Qriqori Petrovun Ağ Zambaqlar ölkəsi kitabıdır. Bu kitab dünya təhsil sistemində bir nömrə hesab olunan Finlandiyanın bataqlıqlar ölkəsindən Zambaqlar ölkəsinin çevrilməyindən danışılır. Snellman adlı bir maarifçi şəxsdən danışılır və onun burada maraqlı bir fikir var. Deyir ki, müəyyən bir müddət çərçivəsində uşaqlarımızın beyni tarix, şəxs adları, ölçü vahidləri, prinsiplər və cansız qaydalar məzarlığına çevrilir. Şagirdlərin çoxu eynəkdən istifadə edir. Çünki gözləri zəifləyib, kürəkləri donqarlaşan, sümükləri əyilən, ayaqları incələşən, qolları zəifləyən, üzləri işıqdan məhrum bitkilər kimi solğunlaşan insanlara kəndlərdə deyil, şəhərlərdə rast gəlinir. Adam belələrini əllərindən tutub şəhər ətrafı ərazilərə aparmaq, çəmənlərdə qaçıraraq təmiz hava ilə dərindən nəfəs aldırmaq istəyir. Qədim Yunanlar da belə edirdilər. İndi biz də onlar kimi edirik. Lakin Sokratın, Fidinin və Periklin müasirləri həyatın təməli kimi bu fikirləri
irəli sürüblər. Heç nə də həddini aşmaq olmaz. Heç nə tək tərəfli olmamalıdır. Hər işdə orta yol gözlənilməlidir. Hər şey vaxtında və yerində edilməlidir. Eynən əzbərdəyi kimi də, yəni biz tək əzbər edib digər şeyləri buraxsaq pis olar. Amma əzbərin də tam başını buraxmaq olmaz. Uşağın o şeir əzbəri də müəyyən qədər ona kömək eləyir. Televiziyada sabah saxlamayaq vaxtıdır. Sabah saxlamadan şeir əzbərləmək şagirdə nə qazandırır sualı ətrafında müzakirəmiz qaldığı yerdən davam edir. Baxın, bundan əvvəl bizim müzakirəmiz əsnasında baxdıq ki, şeir əzbərləmək və əzbərçilik bu iki ifadə arasında bir incəlik və fərqin olması ilə bağlı qonaqların da toxunduğu bir vurğu var idi. Yaxşı, o zaman sual yaranır. Şagirdlərimizi əmək bazarına hazırlayırıqsa ki, əslində biz onları birinci növbədə tələbi olmağa hazırlayırıq ki, bəzən də təhsil mütəxəssisləri bildirirlər ki, məktəbin işi tələbə hazırlamaq yox, cəmiyyətə faydalı bir vətəndaş hazırlamaqdır. Bu özü də bir ziddiyyət yaradır ki, o zaman niyə məktəb əmək bazarı məsələsində bu dərəcə həssasdır? Amma müəyyən mənada başa düşürəndir. Çünki cəmiyyət bunu tələb edir. O zaman biz nə etməliyik ki, şagirdlərimiz əmək bazarına hazır bir vəziyyətə gəlsinlər? Yaxşı, deyirik ki, şeir əzbərləmə əmək bazarına onlara hazırlamır. Amma eyni zamanda məktəbin bütün tədbirlərində ən yaxşı şeir deyə bilən şagirdləri biz mikrofon qarşısında görürük. Yenə də valideynlər iki baş arasında qalır və iki seçim arasında qalır. Nə üçün valideyn, eyni zamanda məktəb şagirdlərə əmək bazarını hazırlamaq üçün nə öyrətməlidir? Buyurun, Sərxan bəy, sizinlə davam edək. Deməli, Rüfan bəy, yaxşı sualdır. Mən düşünürəm ki, mən daha çox çalışan bu suala bir valideyn kimi cavab verim. Yəni, öz həmkarlarıma, yəni valideynlər. Çünki müəllimlərlə ki, işi yəqin ki, nazilin əməkdaşları, nazilər məşğul olurlar müəllimlərlə. Mən düşünürəm ki, bu məqamda, bu vəziyyətdə valideynlərin üzərində böyük bir məsuliyyət düşür. Çünki biz, mənim tutaq ki, övladım 4-cü sinifdə oxuyur. Mən onun müəllimini dəyişə bilmərəm. Mən amma özümü dəyişə bilərəm və övladıma dəstək ola bilərəm. Necə dəstək olacağam? Mən evdə bir mütaliə mühiti, kitab mühiti yaratmalıyam. Biz gözləyirik ki, uşaq ancaq məktəbə gedəndən sonra, öz sinif yoldaşlarından geri qalandan sonra onu harasa hazırlığa qoyaq, necəsə eləyək ki, digər uşaqlardan dala qalmasın. Bəzən bizim dərdimiz öz uşağımızın yaxşı nəticə göstərməsi yox, bizim uşağımızın digər uşaqdan geri qalmaması olur. Bəs Sərxan bəy, siz belə düşünməklə, belə təklif etməklə məsuliyyəti məktəbin çiyinlərindən götürüb tamamilə valideynin çiyinlərinə qoymursunuzmu? Yox, mən düşünürəm ki, paralel olmalıdır. Mən belə deyim də, baxın, müəllimlərin də öz məsuliyyətləri var, onların görməli olduğu işlər var. Mən əminəm ki, ondan bizim mütəxəssislər, təhsil mütəxəssisləri danışacaq. Amma burada biz bəzən valideynlər sanki kənara çəkilirlər. Elə bilirlər ki, biz ancaq məsələn, uşağın fiziki hazırlığı, onun geyimi, qidası ilə məşğul olmalıyıq. Qalan işlə məktəb məşğul olmalı. Məncə bu mümkün deyil. Yəni biz burada səhərə qədər müzakirə edə bilərik, onlarla veriliş həsr oluna bilər. Bu mövzu yüzlərlə il davam edə bilər. Amma əgər vaxtında valideyn uşağın üzərinə düşməyibsə, evdə bir mühit yoxdursa, o uşaq uğurlu ola bilməyəcək, təəssür olsun ki. Nəyə görə? Çünki uşaq beyni bir daxıl kimidir. Daxıl, o pul yığdığımız qab olur da xüsusi. O daxılın içində biz qəpikləri də atsaq ağzına qədər də olur. Kağız pul da atsaq da olur. Amma kağız pul atdığımız zaman, yəni daha keyfiyyətli məbləğ atdığımız zaman oradan çıxan pulla daha çox şey əldə edə bilirik. Evdə olan ünsiyyət də, ana-ata arasında olan ünsiyyət, uşaqla övlad arasında, uşaqla valideyn arasında olan ünsiyyət də o uşağın inkişafı üçün çox mükəmməl bir bazadır. O uşaq eşitdiyi sözlərin kəmiyyəti, keyfiyyəti o uşağın məktəbdəki dərs anlamasına, məktəbdə müəllimi daha yaxşı başa düşməsinə, şeir əzbərləməsinə kömək olur. Amma biz Sabaha Saxlamayağın studiyasında çox üzr istəyirəm yenə fikrinizi böldüyüm üçün. Biz Sabaha Saxlamayağın studiyasında elə ailələrin yaşadığı hadisələri müzakirə eləyirik ki, o ailələrdə böyüyən uşaqlar niyə indidən itirilmiş vətəndaş olsunlar? Cəmiyyət onları da qazanmalıdır və məktəb də burada xüsusi funksiya daşımalıdır. Daşımalıdır. Baxın, mən burada bir məsələ var. Bu qətiyyən belə demək deyil ki, məsələn, valideyn üzərindədir hər şey, valideyn bunu eləməsə məktəbdə ümumiyyətlə burada məsuliyyət daşımır. Yəni hər valideynin övladı üçün o əqli sərmayəni qoyma imkanı yoxdur, intellektual sərmayəni qoyma imkanı, potensialı yoxdur. Yox, burada söhbət qətiyyən maddi bir sərmayədən getmir. Mən maddi demədim, məhz intellektual sərmayədən. Yox, intellektual sərmayə söhbət nədən gedir? Məsəl üçün, orada uşağa dərs oxumaqdan getmir söhbət. Uşaqla olan dialoqdan gedir. Məsəl üçün, adi bir nümunə verəcəm. Bizim evdə bir dialoqlar
uşaqlarımızı heç vəziyyəti, sosial vəziyyəti pis olan, problem olan valideynlərdən söhbət getmir. Lap lüks yaşayan valideynlərdən mən nümunə verəcəm. Evdəki uşaqla olan ünsiyyətlərini böyle diktafona yazsınlar. Mən əminəm ki, evdəki dialoq aşağı-yuxarı bu səpkidədir. Acısanmı? Bugün neçə aldın? Əynivi qalın giyin, eləmə, düz otur, telefonu qırağa qoy, kitab oxu, dərs oxu. Yəni bir diktə formatındadır. Ünsiyyət, dialoq yoxdur. Ancaq adlıq cümlələr, qısa və bunlar nədir? Əmr cümlələri. Əmr cümlələri, qısa cümlələr və bu uşaqla bir ünsiyyət yoxdur. Bu uşaqla dərdləşmir. Bu ilə bağlı gözəl bir misal verim. Amerikanın məşhur alimlərindən biri olur. O çox önəmli bir mükafat alır. Jurnalistlər buna sual verirlər ki, bu Amerikada bu sahədə 3000-dən çox professor var. Nəyə görə bu mükafatı sırf siz aldınız? Deyir, anama görə. Başa düşmürlər. Necə yəni anama görə? Deyir, bütün sinif yoldaşlarımın deyir, valideyni uşaqlar məktəbdən gəldiyi zaman soruşurdular ki, müəllimin sualına düzgün cavab verə bildinmi? Amma mənim anam soruşurdu ki, müəllimə düzgün sual verə bildinmi? Bugün müəllimə hansı sualı verdin? Və bu mənim valideynimin uşağa, müəllimə düzgün sual verməyi, məni təşviq eləməyi məndə bir araşdırma sevgisi oyatdı. Əgər bizim vaxtımız varsa, mənim vaxtım varsa, mən burada müəllimlərin də oxumalı olduğu bir 10 kitab siyasi yazmışam. Gəlin, şeir istəməyəcəyik. 30 saniyə vaxtımız. 30 saniyə çox az vaxtımız. Mən əslində kitabların siyasını demək istəyirdim. Mən istərdim ki, fürsətən istəyirdim 10 kitabı da çəkin. Bizi izləyən müəllimlər, valideynlər bu kitabları heç olmasa oxusunlar. Bir uşaq ürəyi, məşğul ailə, Qriqori Petrovun ideal müəllim, bayaq adını çəkdiyim Ağzambaqlar ölkəsi, yaradıcı məktəblər, oxumaq nəfəs almaqdır, 30 milyon kəlmə, rəqəmsal dünyada uşaq böyütmək, bir də bonus olaraq bizim Yalçın müəllimin tərcümə etdiyi İblislərlə dolu dünya elmin şam işığında valideynlər və müəllimlər bu kitabları oxusunlar. Mən onların hamısını bağrıma basıram. Biz qətiyyən fikirlərdə günahı müəllimlərin üstünə atmaq, valideynlərin üstünə atmaq doğru deyil deyə düşünürəm. Həm müəllim, həm valideyndir, həm valideyn, həm müəllimdir. Qarşısına kitab sərgisi gəlir, getsinlər kitab sərgisində kitab alıb oxusunlar.